Salam, hər vaxtınız xeyir. Bu gün coğrafiya 7-ci sinif 1-ci hissə iş dəftərindən relyef nədir mövzusu ilə bağlı tapşırıqları izah edərik. Birinci tapşırığımızda deyir ki, Şuşa şəhərinin coğrafi mövqeyini qısa şəkildə yaz. Şuşa şəhəri respublikamızın qərb hissəsində, Qarabağ silsiləsində yerləşir. Şuşa şəhərinin şərq hissəsində Cıdır düzü yerləşir. Həmçinin bu düzənliyin də şərqində Zarıslı çayının axdığı istiqamətdə Daşaltı kanyonu yerləşir. Və Şuşa şəhərinin ərazisi demək olar ki, dağlıq ərazi hesab edilir. Yəni bunları yaza bilərik. Həmçinin qonşu rayonlarına, yəni Şuşa rayonu ümumilikdə, Şuşa şəhəri Şuşa rayonunun mərkəzidir və qonşu rayonları Xocalı, Xocavənd və Laçın inzibati rayonlarıdır. İkinci sualda hansı bənddə Şuşa yaylasının ətrafında yerləşən relyef forması və onu yaradan proses doğru verilmişdir? Şuşa yaylasının şərq hissəsində, yəni Cıdır düzünün şərq hissəsində Zarıslı çayının axdığı istiqamətdə Daşaltı kanyonudur. Ona görə B variantı olacaq. Yəni kanyon və çay suları. Kanyonu da yaradan çay sularıdır. Mətndə buraxılmış hissələrə müvafiq sözləri yaz. Şuşa yaylası Qarabağ silsiləsində yerləşir. Bura Qarabağ silsiləsi yaza bilərik. Qarabağ silsiləsi. Bu silsilə Kiçik Qafqaz dağlarının cənub-şərqindədir. Yəni Qarabağ silsiləsi Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsində yerləşir. Yaylanın ən hamar səthə malik hissəsi Cıdır düzüdür. Şuşanın ərazisində səthə çıxan ən məşhur mineral bulaqlar Şırlan və Turş su mineral bulaqlarıdır. Bu mineral bulaqlar Şuşa inzibati rayonunda yerləşir. Zarıslı çayı şəhərin şərq hissəsindən axaraq ərazinin relyef formalaşmasında mühüm rol oynayır. Dördüncü sualda Şuşa ilə sərhədi olan və onunla eyni relyefə malik rayon hansıdır? Burada Şuşa ilə sərhədi olan rayonlar A. Laçın rayonu. Laçın rayonunun Şuşa ilə sərhədi var və həmçinin o da dağlıq rayon olduğu üçün ən uyğun cavab A variantı olacaq. Füzuli, Zəngilan bunların sərhədi yoxdur, Qubadlının sərhədi yoxdur. Yəni Ağdamda ərazi düşmür, ona görə ən uyğun cavab A variantıdır. Şuşa və onunla qonşu olan rayonların adlarını kontur xəttədə rəqəmlərlə qeyd edib adlarınıza yazın. Bu Şuşa rayonudur. Onunla qonşu olan 1-ə yaza bilərik Laçın rayonu. 2 Xocalı rayonu. Xocalı rayonu. 3-dəki buradan biz yaza bilərik Xocavənd rayonu. Xocavənd. Bunlar Şuşa rayonu ilə qonşu olan inzibati rayonlardır.